Qarabağ-Chelsea oyununun biletlərinin qanunsuz satışı ilə bağlı araşdırma aparılır. Qarabağ-Chelsea oyununun biletlərinin sosial şəbəkələrdə yüksək qiymətlərlə satışa çıxarılması məsələsi klubumuzun və hüquq mühafizə orqanlarının diqqət mərkəzindədir. Qafqaz Info xəbər verir ki, bu barədə Azərtacı açıqlamasında Qarabağ klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib. O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda Chelsea ilə Bakıda keçiriləcək maçın qanunsuz bilet satışı ilə bağlı araşdırmaların aparılacağını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, bu barədə qanuna müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Polis əməkdaşları tərəfindən qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılacaq. iTickets.az saytından isə oyunun biletlərinin alışı zamanı yaranan çətinliklə bağlı bildirilib ki, biletlər satışa çıxarıldıqdan dərhal sonra saytda ciddi yüklənmə olub və 25 min nəfərlik onlayn növbə yaranıb. Nəticədə biletlər növbəli şəkildə satılıb. Həmin vaxt yalnız 75 manatlıq və VIP sektorlar üçün biletlər əlçatan olub. Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adlı Respublika stadionunda keçiriləcək Qarabağ-Chelsea görüşü saat 21:45-də başlayacaq. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.